Qaçışa hazırsınız? Gəlin bugün ingilis dilimizi biraz isidək. Onu hərəkət və sürətlə bağlı idiomlarla daha dinamik, daha canlı bir hala gətirək. Dil bacarıqlarımızı finiş xəttinə doğru birlikdə sürətləndirək. Bəzən danışanda elə hiss edirsiniz ki, sanki həmişə eyni, sadə sözləri işlədirsiniz, sanki diliniz biraz monotonlaşıb, amma siz daha ifadəli, daha rəngli danışmaq istəyirsiniz. Heç narahat olmayın, bu tamamilə normal bir hissdir. Bax, bugün sizə elə ifadələr öyrədəcəyik ki, ingilis diliniz daha təbii və axıcı səslənsin. Bu izahatın sonunda danışığınız sanki qaçış zolağında sürətlənmiş kimi olacaq. Gəlin hekayəmizə başlayaq. Təsəvvür edin ki, iki dost birlikdə qaçmağa başlamaq qərarına gəlir. Bu yeni bir başlanğıcdır, yeni bir həyəcandır, elə deyilmi? Dostlardan biri o birinə deyir, gəl qaçışa başlayaq. İngiliscə bunu belə demək olar. Let's take up running. Take up ifadəsi yeni bir hobbiyə, yeni bir məşğuliyyətə başlamaq deməkdir. Məsələn, siz yoqaya başlaya bilərsiniz, rəsm çəkməyə başlaya bilərsiniz və ya tamamilə yeni bir dil öyrənməyə take up edə bilərsiniz. O biri dosta çox həvəslidir, cavab verir ki, I'm really looking forward to our morning runs. Bax, bu look forward to ifadəsi gələcəkdə olacaq bir şeyi böyük bir həvəslə, səbirsizliklə gözləmək deməkdir. Hələ ki, hər şey əla gedir. Amma bilirsiniz, hekayələrdə həmişə bir amma olur. Çox keçmir ki, hekayəmizdə ilk problem ortaya çıxır. Dostların qaçış sürəti heç bir-birinə uyğun gəlmir. Bu təkcə idmanda yox, hətta komanda işində də tez-tez rastlaşdığımız bir vəziyyətdir. Məqsəd nə idi? Onlar bir-biri ilə keep up feed etməli idilər. Yəni, eyni tempdə, eyni sürətlə qaçmalı idilər. Amma reallıq tam fərqlidir. Dostlardan biri fall behind edir, yəni geridə qalmağa başlayır. Heç kim komandanın zəif halqası olmaq istəməz, elə deyilmi? Geri qalan dost özünü çox pis hiss edir. Çünki düşünür ki, o dostunu slow down edir, yəni onun sürətini aşağı salır, onu yavaşladır. Bəs nə edirsiniz? Təbii ki, bütün gücünüzü toplayıb ona çatmağa çalışırsınız. Yəni, run after them, onların arxasınca qaçırsınız. Bu ifadə kiməsə çatmaq üçün göstərdiyin o fiziki cəhdi çox gözəl təsvir edir. Amma bəzən də problem tam tərsinə olur. Sürətli dost səbirsizlənə bilər və zarafatla yavaş dosta deyə bilər. Don't hold me up, get a move on. Bunun mənası odur ki, məni ləngitmə, biraz tələs də. Hold somebody up, kimisə gecikdirmək, get a move on isə tərpənmək, tələsmək deməkdir. Və beləcə gəlib çatdıq hekayəmizin dönüş nöqtəsinə. Geri qalan dost artıq həm fiziki, həm də emosional olaraq çox çətin anlar yaşayır. Bu ifadə yəqin ki, hamımıza çox tanışdır, hə? Qaçandan sonra, pilləkənləri sürətlə çıxandan sonra təngnəfəs oluruq. Bizim dostumuz da indi out of breath vəziyyətindədir, yəni sözün əsl mənasında nəfəsi kəsilir. Və o an gəlir ki, məyusluq ən pik həddə çatır. Artıq dözə bilmir və içindən deyir, I've had enough. Bax, to have had enough of something ifadəsi bir şeydən bezmək, cana yığılmaq və artıq onun bitməsini istəmək deməkdir. Amma tam da təslim olmaq üzrəykən hekayədə qəfil bir dönüş yaşanır. All of a sudden. Yəni heç gözlənilmədən birdən-birə sürətli dost turns around, yəni geri çevrilir. Və təslim olmağına imkan vermək əvəzinə ona dəstək olur. Deyir ki, come on, you can catch me up. Yəni, dayanma, sən mənə çata bilərsən. Catch somebody up ifadəsi səndən qabaqda olan birinə sürətini artıraraq çatmaq deməkdir. Və hekayənin ən vacib mesajı da budur. Əsl dostluq yarışmaq deyil, bir-birinə dəstək olmaqdır. Hekayəmizin bu hissəsi artıq bir anlıq çətinlikdən daha böyük bir mənzərəyə keçir. Zamanla necə daha yaxşı olmaq olar? Bax, bu prosesə fokuslanır. Bilirsiniz, hər kəsin güclü olduğu sahələr fərqlidir. Bəzi bacarıqlar bizə come naturally, yəni çox təbii, çox asan gəlir. Amma bəzi şeylər üçünsə daha çox zəhmət çəkmək, daha çox səy göstərmək lazımdır. İnkişafın formulu əslində çox sadədir. Birincisi, qəbul etməliyik ki, bəzi şeylər won't come easy, yəni asanlıqla başa gəlməyəcək. İkincisi, uğur qazanmaq üçün onun üzərində work at it, yəni inadla davamlı çalışmaq lazımdır. Və nəticə little by little, yəni tədricən addım-addım gələcək. Günün sonunda istər qaçış olsun, istərsə də yeni bir dil öyrənmək, hər şey gəlib bir yerə çıxır, it's a question of practice. Yəni bu sadəcə təcrübə, məşq məsələsidir. Lazım olan tək şey səy göstərmək və heç vaxt təslim olmamaqdır. İndi isə gəldik hekayəmizin ən şirin yerinə. Dostlarımız artıq inadkarlıqlarının çəkdikləri zəhmətin bəhrəsini görməyə başlayarlar. O çətin günlər geridə qalıb, müsbət nəticələr isə artıq göz qabağındadır. Yaxşı, bəs bütün bu səylərin mükafatı nə oldu?
Birincisi, idman sizə ancaq yaxşılıq gətirəcək, yəni it will do you good. İkincisi, nəticədə get into shape, yəni arzuladığınız formaya düşəcəksiniz. Və ən əsası, bütün bunlar for a good cause, yəni ən yaxşı məqsəd üçün idi, sizin öz sağlamlığınız üçün. Ümid edirəm bu hekayə və bu idiomlar sizə biraz da olsa ilham verdi. İndi növbə sizindir. İlk öyrəndiyimiz ifadə yadınızdadır. Take up. Bəs siz hansı yeni işə başlamağı, hansı yeni hobbini take up etməyi düşünürsünüz? Fikirlərinizi bilmək çox maraqlı olardı.